Salam hörmətli izləyicilər. Bugün biz ən yaradıcı kateqoriyalardan biri olan innovasiya və sahibkarlıq kateqoriyası haqqında danışacağıq. İnnovasiya və sahibkarlıq kateqoriyası 21-ci əsrin tələblərinə cavab verən texnoloji, sosial və ekoloji problemlərin həllinə yönəlmiş layihələrin hazırlanmasını təşviq edir. Kateqoriyanın müəyyənləşdirilməsində əsas məqsəd gənc nəslin innovativ texnologiyaların tətbiqi ilə irəli sürdükləri müxtəlif ideyaları layihələrdə reallaşdırmaq, həyati problemlərin həll etmək bacarıqlarını inkişaf etdirməkdir. Qeyd edim ki, bu il təşkil olunan STEM Azərbaycan festivalında innovasiya və sahibkarlıq kateqoriyasına təqdim olunan layihələr robototexnika, ağıllı sistemlər, enerji və ətraf mühit texnologiyaları, ağıllı kənd təsərrüfatı, süni intellekt əsaslı tətbiqlər, sosial innovasiyalar və digər real tətbiq sahələrinə aid ola bilər. İnnovasiya və sahibkarlıq kateqoriyasında kimlər iştirak edə bilər? Kateqoriya üzrə 2 yaş qrupu müəyyənləşdirilmişdir. Ümumi təhsil məktəbləri 13-17 yaş, ali təhsil müəssisələri 17-25 yaş. Hər 2 yaş qrupu üzrə komandalar 2 iştirakçıdan və 1 mentordan ibarət olmalıdır. Ali təhsil müəssisələrindən qatılan komandalarda isə iştirakçılardan biri komandanın kapitanı olaraq çıxış etməlidir. Qeyd edim ki, iştirakçı yalnız bir kateqoriyada və bir komandada iştirak edə bilər. Gəlin kateqoriya ilə bağlı ümumi qaydalarla birlikdə tanış olaq. Qeydiyyatdan keçən hər bir komanda təqdim etdikləri layihənin video, həmçinin mətn formatında olmaqla əvvəlcədən qeyd edilmiş vaxt ərzində veb sayta yükləməlidir. Video və mətn formatında olan təqdimatlarda layihə məzmunu, məqsədi, hazırlanması istiqamətində aparılan fəaliyyət öz əksini tapmalıdır. Video təqdimatlar yalnız komanda üzvləri tərəfindən edilməlidir. Mentorların təqdimatda iştirakı qaydalara ziddir. Qeyd edim ki, PDF fayl və video link yükləməyən komandalar seçim mərhələsinə buraxılmayacaq. Bəs layihələrin hazırlanması zamanı hansı texniki tələblərə riayət olunmalıdır? Yarışda təqdim edilən bütün layihələrdə Arduino və ya mikrobit platformalarından ən azı biri istifadə olunmalıdır. Bir layihədə bir və ya bir neçə Arduino və ya mikrobit istifadə edilə bilər. 13-17 yaş qrupu üzrə komandaların təqdim etdiyi layihələrin əsas idarə edici hissəsi məhz Arduino və ya mikrobit olmalıdır. Əlavə olaraq köməkçi texnoloji elementlərə, sensor, modul və s. kimi icazə verilir. 17-25 yaş qrupu üzrə layihələrdə əsas idarə etmədə platforma seçimi sərbəstdir. Lakin sistemin ən azı bir əsas funksional hissəsi Arduino və ya mikrobit vasitəsilə həyata keçirilməlidir. Gəlin texniki funksionallıq və tətbiqə uyğunluqla tanış olaq. Layihələr yalnız dekorativ və nəzəri modellərdən ibarət olmamalıdır. İştirakçılar funksional və işlək sistemlər təqdim etməlidirlər. Layihənin əsas məqsədi real həyat probleminin texnoloji yolla həlli, idarə etmə, məlumat toplama, emal, nəticəyə əsaslanmış cavab vermə kimi ölçülə bilən və izah edilə bilən texniki funksiyalara sahib olmalıdır. Sistemin funksionallığı sensorlar, aktuatorlar, proqram təminatı və idarə etmə mexanizmləri vasitəsilə həyata keçirilməli. Bu elementlər sistemin ümumi iş prinsipinə dəyərli töhfə verməlidir. Gəlin seçim mərhələsi ilə birlikdə tanış olaq. Festivalın rəsmi veb saytında qeydiyyat mərhələsi bitdikdən sonra elan ediləcək müddət ərzində komandalar arasında seçim turu keçiriləcək və finala keçən komandalar müəyyən ediləcək. Seçim mərhələsi veb sayta yüklənmiş PDF fayl və video təqdimata əsasən münsiflər tərəfindən qiymətləndirilərək aparılacaq. Layihələrin seçimi festivaldan əvvəl həyata keçiriləcək və bu mərhələ üzrə uğur qazanan komandalar festivalda iştirak hüququ qazanacaqdır. Qeyd edim ki, video və PDF faylda təqdim olunan məlumatlar layihənizlə eynilik təşkil etməlidir. Seçim məqsədi ilə aparılan qiymətləndirmədə layihənin mövzusunun innovativliyi, funksionallığı, unikallığı, eyni zamanda təqdimat və sahibkarlıq bacarıqları üzrə meyarlar nəzərə alınacaq.
layihə istiqamətləri, texniki şərtlər, seçim və final mərhələsi, ümumiyyətlə kateqoriya haqqında ətraflı məlumatı SAF 2025 rəsmi səhifəsindən əldə edə bilərsiniz. Hələlik SAF 2025-də görüşənədək.